Salam əziz şagirdlər. Deməli, video izahlarım davam edir yeni də. 9-cu siniflər üçün buraxılış imtahanı 23-ün oldu 2022-ci ildə düşmüş sualların izahını verəcəm. Vaxt itirmədən keçək sualların izahına. Yəni həftə ərzində demək olar ki, sıx bu formada illərdən düşmüş sualların izahını verəcəm. Keçək sualların izahına. Nə istəyir bizdən birinci sualda? Bucaq A beta, bucaq B 70 dərəcə, bucaq C 30 dərəcə, bucaq D alfa. Olarsa alfa çıx betanı soruşur. Deməli, bura bir fi bucağı yazsam, burada fi yazaram. Karşılıklı bucaqlardır. Onda 70 derece üstə gəlinsin. Beta üstə gəlinsin. Belə deyək. Buradan yazaq. 70 derece üstə gəlinsin beta bərabərdir. Məsələn, bax, bu fi bucağı, bu da fi bucağı niyə bərabərdir? 180 derece çıxılsın 70, çıxılsın beta'ya. Onda 110 derece çıxılsın beta bərabər. Və bu fi bucağı niyə bərabər? Bir-birinə bərabər. Dolayısıyla 180 çıx 30 çıx alfa. Yəni 150 derece çıx alfa. Bizdən də alfa çıx betanı istəyir deyə mən bu alfanı keçirəm bu tərəfə. Onda olur mənfi beta üstə gəl alfa. Bu 110 da keçirəm bu tərəfə. 150 çıx 40 derece. Onda olur alfa çıx beta 40 derece A variantı. İkinci sualda 2x büyük bərabərdir 4, x büyük bərabərdir 2 bərabərsin ən kiçik natural həllini tapın. Ən kiçik natural həlli 2-nin elə özü. Çünki 2-ni alır. Bərabərlik şərti var. Sonra 3'də kəsiri x-in hansı ən kiçik natural qiymətinə düzgün olmayan kəsir olar? Meçə, düzgün olmayan kəsir olması üçün kəsirin sürəti məxrəcindən nə olmalıdır? 2 olmalıdır. Düzgün olmayan kəsir olması üçün. Düzgün olmayan deyir. Düzgün olmayan olması üçün mesela A bölünsün B kəsirində A böyük bərabərdir B. Sürət məxrəcdən böyük bərabər olmalıdır. 25, 5x böyük bərabərdir 20, x böyük bərabərdir 4. X-in hansı ən kiçik natural qiymətində? 4 qiymətində. Tənliyini həll edin. 5 3'ə vuranda 15x çıxılsın 5 kere 4 20 üstə gəlinsin 2'ni x-ə vururuq. 2x çıxılsın 8 bərabərdir 6. 15x üstüne 2x gələn 17x 28 deməli üstüne 6 gələndə 34 x bərabərdir 2b variantı. Tənlər sisteminə x, y hasilini tapın. Alt-alta toplasaq 3x bərabərdir 21, x bərabərdir 7. Gətirib 7'ni yerinə qoysaq y bərabər olur 5. X vur y 35. Keçək 6-cı suala. Keçən dəfə uşaqlar deməli sonuncu sınavımız olmuşdu bizim. Yəni ayın tarixinə baxsaz, onsuz da sırayla sınavları paylaşıram mən. Bundan qabaqki sınavımız olmuşdu. 17'sin oldu. İndi hal-hazırda 23'ün oldu olan sınavdır. İfadəsinin qiymətinin tərsini tapın. Aha. 3'də 1 çıx 4'də 1. Ortaq məxrəc gətirsə 12. Ən azından lap sınaqlar il təqvimi olmasa da ən azından bu formada buraxılış imtahanının suallarını görmüş olursunuz. 4, 3. 4'dən 3 çıxanda 1. Kvadratı 144'də 1. Bu deliyə 144. Tərsini istəyir də bizdən. Tərsini. Sual diqqətli oxumaq lazımdır. Aha. Vuraq açaq buna. A-nı B-yə vururam. Deməli AB üstə gəl AC çıx BC çıx C kvadrat. Üstə gəl
AB çıx AC çıx BC üstə gəl C kvadrat. C kvadratlar getdi. AC'lər getdi. Qaldı 2AB üstə gəlinsin, daha doğrusu çıxılsın. 2 çünki mənfidir axı ikisi. 2BC. Burada da AB çıx BC'ni verib onsuzdur. 2'ni mörtəzə xaricdən çıxartsam 2 vur. 2'də 1 bərabərdir 1. Yəni buradan 2'ni mörtəzə xaricdən çıxartsam nə qalar? AB çıxılsın. Deməli AB çıxılsın BC. Buradan da onda avtomatik olaraq AB çıx BC'nin yerinə 2'də 1 qoyanda cavab olur 1. X'i soruşur bizdən. Bax, oxşarlıqdır. Bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Səbəb nədir bir söz? Bura fi bucaqdırsa, burada fidir. Bilirsiniz də, hardan gəlirsə bu. Qarşılıqlı bucaqlarda bura alfa alfanı onsuz da sənə şərtdə verib. Elə bir ki, bucaq A bərabər bucaq C şəklinin üzərinə. Oxşarlıq tətbiq eləsəm, alfanın qarşısındakı 9'un, burada ya alfanın qarşısındakı x-a nisbəti, sonra beta'nın qarşısındakı 6'nın, burada beta'nın qarşısındakı 10'a nisbətini 6x bərabər 90, x də bərabər deməli 15. Cavab olur 15 E variantı. 5'e bölünməsindən alınan qalığı tapın. Əbof vur ekop nəyə bərabərdir? Bunların hasilinə. Düzdür. 5'e bölünməsindən alınan qalığı tapın. Hasil tapmamışdır. Məsələn 74'ün 5'e bölünməsindən qalıq nə qalır? 4. 102'nin 5'e bölünməsindən qalıq nə qalır? 2. 4'ü 2'ye vursaq 8. 8'in 5'e bölünməsindən qalıq 8 qala bilməz də. Bu boyda qalıq qala bilməz 5'e bölmədə. Ona görə 8'i bir də 5'e bölürəm. Qalıq nə qalır? 3. Yəni bir hasilləri tapmaq olar. Biri bildüzdə əbof vur əkop eyni ədədlər olduğu üçün onların özlərinin hasilinə bərabərdir. 10-cu sualda verilənlərə əsasən şəkildəki fiqurun perimetrini tapın. Aha. Şəkildəki fiqurun perimetrini tapmaq üçün mən bu AE-ni tapmalıyam. Biz AE-ni tapmaq üçün nə edirik? Bax, bu D-dən bu formalı bir dənə xətt düzaldırıq. Elə çəkək ki, biraz nisbətən paralel olsun, hardasa. Bir dənə belə bir formalı xətt düzaldıram. Bura hündürlük deyirəm. Bura 4'dürsə, burada 4'dür. Düzdürmü? Niyə? Bura 4'dürsə, buradan burada 4'dür. 8'dir, sonra burada 4 qalır. Paralel köçürmə. Onda bura qalır 3. Pifagora görə 5'in kvadratı 25 çıx, 16, 9, 90 köy 3 çıxır. Bura 6'dırsa, onda bu aşağıda 6 olur. Ümumi perimetr olur 9. Daha doğrusu AE tərəfi olur 9. Perimetrin soruşmur. 9 üstə gəl 5 üstə gəl 4 üstə gəl 6 üstə gəl 8 bərabər 4'ün üstünə 6 10. 9'un üstünə 5 14. 14'ün üstünə 8 22 32 olur. Cavab A variantı. Perimetri bütün tərəflərin cəmi. AB 6 BM ümumi BM 9 BC'ni soruşur bizdən. BM də 9. Birbaşa ümumiyyətcə çevrədə toxunan və kəsənlər. Məsələn, bura A, bura B, bura C, bura D-dirsə, AB kvadrat bərabərdir. AC vurulsun ümumi uzunluq AD-yə. Xassə budur. Onda burada da AB kvadrat bərabər, yəni 6 bərabərdir. BC vurulsun, yəni x vurulsun 9'a. Kvadrat. 36 bərabərdir, x vurulsun 9'a, x bərabərdir 4. Olur A variantı. Ərintinin 75 qramı qızıl, 300 qramı gümüş var ərintidə. 300 qram gümüş və ərintinin neçə faizini qızıl təşkil. Ərintidə 75 qram qızıl, 300 qram gümüş varsa, ümumi ərintimiz 375 qramlı 100%'dir. Ərintinin neçə faizini qızıl təşkil edir?
75 qramın qızıl təşkil edirsə x faizini. Buradan x-i tapsaq tənasübdən. 75'i vuraram 100'e. Bölərəm 370. 75'dən 375 ixtisar gedir. Burada qalır 5. Bunlar da gedir qalır 20%. D variantı. K-nın hansı qiymətində tənliyin köklərindən biri digərindən 3 dəfə böyükdür. Bax. Tənliyin köklərindən biri digərindən 3 dəfə böyükdür. Gəl belə deyək də biz. Tənliyin köklərinin cəmi V-yetə görə nəyə bərabərdir? 12'yə. Bəs hasili K-ya. Çevrilmiş kvadrat tənlikdə burada diqqətli olmaq. Əgər burada A emsalı varsa A-ya bölmək lazımdır. Köklərindən biri digərindən 3 dəfə böyükdür. Onda biri x1'dir, biri digəri isə 3 dəfə böyüksə 3x1 bərabər 12'yə. 4x1 12, x1 3. x1 3'dürsə x2 3 dəfə böyük olur. Elə bil ki 9 olur. Biri 3, biri 3 dəfə böyük 9. 3 9 oranında 27. Deməli K da hasıl idi deyə 27'yə bərabərdir. Paralelipedin tərəflərindən biri 5. Hündürlüyü 6 cm. Həcmi bu olası paralelipedin tam səthinin sahəsini tap. Məsələn, bir dənə paraleliped çəkək. Belə deyək də, bu əslində paraleliped oxşamadır. Paraleliped nisbətən bu formada olur da. Elə bir ki kubik. Aha. Belə. Paralelipedin tərəflərindən biri 5. Bura 5. Aha. Hündürlüyü 6. Həcmi 60 ise 5 vur 6 vur n deyək. X bərabər 60'a. 5 6'ya vuranda 30 x2. Yəni x tərəfi oldu. Burada 2. Tam səthin sahəsini istəmir. Bax, tam səthin sahəsi nəyə bərabərdir? S tam. Bütün tərəflərin cəminə. Bax, başqa rənglərdən rəngləyib göstərin. Belə deyək. Fikirləş, bax, bu tərəf, bu tərəf. Olsun qırmızı. Bu yüz. Bu yüz qırmızıdırsa, bunun digər üzü də var da. Qırmızı olan hissəsi digər üzü qırmızı olan hissədir. Düzdürmü? Bax, bu üzü də tutalım ki, eyni üz deyək. Tam səth bu deməkdir. Bu üzü də qırmızıdır. Yəni 2 üzü var. 6'ın 5'e vuranda 30. Bir də vurmalıyım 2'yə. 200 daha. Sonra var bu belə deyək ki, təpə üzləri də, bu təpə tərəfləri. Bax, bu üz və bu üz. Bu üzdən neçə dənədir bəs? Bundan da 2 dənədir. Deməli 6'ın 2'ye vurdum 12. Bak, bu yüzün hündürlüyü 6'dır. Eni 2'dir. 6'ın 2'ye vurdum 12. 12 vur 2. Üste gel. Bir de var. Deyək ki, oturacaqlar. Oturacaqlar. Bax, məsələn. Bu tərəf. Bu tərəf. Və eyni zamanda da bu oturacaq. Düzdür. Oturacaq da var. Oturacaq nədən ibarətdir? 2'nin 5'e vurursan 10. Bax, 2 və 5'dən ibarətdir. 2'nin 5'e vuranda 10, 10'da 2'ye vuranda 20. 32'ye vuranda 60, 12'nin 2'ye vuranda 24, üstüne 20'yi gəlirik. 80 cavab eləyir 104. Sonra tərəfləri 13.4, 4.9 cm olan üçbucağın 3-cü tərəfinin ən kiçik tam qiyməti neçə ola bilər? Bax, üçbucaq üçün üçbucaq bərabərsizliyi var da. Yəni yaddan çıxanlar üçün xatırlatma eləyim. Bax, üçbucaq bərabərsizliyi nədir? Məsələn, A, B, C-də. Tutalım ki, C tərəfini tapmanızsa, C tərəfi A çıx B-dən böyük olmalıdır modulundan. A üstəgəl B-dən kiçik olmalıdır. Üçüncü tərəfin ən kiçik tam qiyməti neçə ola bilər? Ola bilər deyir. Məsələn, üçüncü tərəfi C tərəfi 13,4 çıxılsın 4,9 5 8 8,5'dən böyük olur. 13,4 üstə gəlsin 4,9
3. Deməli 3 4 7 8 1. 1 yox 2 daha doğrusu. 1 bəli 1. 1. 18 tam onda 3'dən nədir? Kiçik. Üç bucağın 3-cü tərəfinin ən kiçik tam qiyməti neçə ola bilər? Ən kiçik tam qiyməti 9 ola bilər. Düzbucaqlının uzunluğu enindən 3 cm böyükdür. Düzbucaqlının uzunluğu enindən, eni x-dir, uzunluğu x plus 3'dür. Düzbucaqlının perimetri bu olan sahəsini tapın. 2 vurulsun x plus 3 bərabərdir 26'ya. Bunlar getdi. Qaldı nə? 13. 2x üstə gəl 3 bərabərdir 13'ə. 2x bərabərdir 10'a, x bərabərdir 5'ə. Sahəsini tap. X 5'dirsə, burası 8. 5 8'ə vuranda 40. 3 binanın hündürlükləri nisbəti 11, 14, 17 və hündürlükləri cəmi 84. Hündürlüklərin nisbəti bu hündürlüklər cəmi 84'dürsə, 11k, 14k, 17k bərabərdir 84'ə. 11 üstü 14, 25. 25'in üstü 17, 42. 42k 84, k nə olur? 2. Hər binanın ilk mərtəbəsi 4 metr, digər mərtəbələri 3 metr olarsa, ən kiçik binanın neçə mərtəbəsi var? Maraqlıdır. Deməli, kiçik bina hündürlüklərin nisbəti 11. Elə bir ki 11'i vururam 2. 22 metr bir binadır. O 28 metr bir binadır. 34 metrdə bir bina. Digər binanın ilk mərtəbəsi 4 metr və digər mərtəbə 3 metr olsa ən kiçik binanın neçə mərtəbəsi var? Aha. Burada məsələ budur ki, birinci mərtəbə hər bir binanın ilk mərtəbəsi birinci mərtəbə 4 metrdirsə, bundan 4 çıxsam 18, 4 çıxsam 24, 4 çıxsam 30. Kiçik binanın neçə mərtəbəsi var? 18'i bölürsən 3'ə. Hər binanın ilk mərtəbəsi 3'ə yox, daha doğrusu 18'də 3 6'da nə olur? Plus 1'də 4 metrəsi var axı, olur 7. Və yaxud da ki, elə 3'ün üstünə 4 gələrsən 7, ümumi 7 mərtəbə, 7 metrədən hesablayır. 4'ü çıxırsan, ümumi 7 mərtəbə olur da. Çünki bir mərtəbə də var. B-nin hansı qiymətində funksiyanın qrafik 1-5 nöqtəsindən keçir? Bax, birinci gələn x-in qiymətidir, sonra gələn y-in. Gətirib x-in yerinə 1 qoyursan, bax, harada x görürsən 1 qoy. Y-in yerinə də 5'i, yəni 5 bərabərdir. 1 üstə gəl 2b çıx 4. Deməli, 5 çıx 1 üstə gəl 4 bərabər 2b, 9, 8, 8 bərabər 2b, b də bərabərdir 4. E variantı. Keçdik 19-cu suala. 19-cu sualda A çoxluğu ondan kiçik mürəkkəb ədədlər çoxluğudur. Ondan kiçik mürəkkəb ədədlər çoxluğu hansılardır? Venn diaqramına ehtiyac yoxdur. Ondan kiçik mürəkkəb ədədlər çoxluğu 4, 6, 8 və 9. Belə deyək. Ondan kiçik mürəkkəb ədədlər çoxluğu. Birləşməsini tapın. Ortaqlar hansılar? 4, bir də 8. Ortaqlar bir dəfə yazacağım. Olacaq 1, 2, 4, 6, 8, 9. Sayın soruşur. Elementlərin sayı. N varsa saydı. 1, 2, 3, 4, 5, 6 dənə. 3A üstə gəl 3B ifadəsinin buruqları ayrılır. 3'ün mərkəzdə xaricdən çıxar, daha üstə gəl B. Digərini ifadəsini sadələşdirin. Kökdən çıxartma. 9'dan köhnəyə çıxır. Kvadrat kökdür də bu. 9'dan köhnəyə çıxır 3. X üstü 4'dən köhnəyə çıxır x kvadrat. Və y üstü 6'dan köhnəyə çıxır y kubu. Tek dərəcədən çıxırsa hökmən modulda yazmalısın. Y də 0'dan kiçik olduğu üçün qarşısına bir dənə mənfi atırıq. Olur mənfi 3x kvadrat y kubu. Niyə? Y-in yerinə məsələn
-5 qoysan, sən bunu belə açsan, -5 qoyanda tutalım ki, -5 qoyma, -3 qoy. -3. -3-ün kubu nə edir? -27. -81 x kvadrat elədi. Cüt dərəcədən kökdən mənfi çıxa bilməz axı. Ona görə hökmən qabağına bir dənə mənfi atmaq lazımdır. Rəqəmlərdən bir dəfə istifadə etmə alınan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. Aha. Bax, rəqəmlərdən bir dəfə istifadə etməklə alınan ən böyük ədədlə. Ən böyük ədəd nə ola bilər burada? Ən böyük ədəd deyirsə 9-dan başlayarım. Sonra 8 yazaram. Sonra 4 yazaram. Sonra 3 yazaram. Sonra 2 yazaram. Sonra 1 yazaram. Ən böyük budur. Rəqəmlərin bir dəfə istifadə. Alınan ən böyük ədəd də ən kiçik ədədin. Ən kiçik ədəd deyirsə birinci 1 yazaram. Bir dəfə istifadə. Sonra 2 yazaram. Sonra 3 yazaram. Sonra 4 yazaram. Sonra 8 yazaram. Sonra 9. Cəmini sorucur. 10, 11, 1 üstün 9, 10, 2 üstün 8, 10, 11, 3 üstün 4, 7, 8, 4 üstün 3, 7, 10, 11. Cevap oldu bu. Sırasında median 13 olarsa x bul y hasilinin en büyük qiymətini tapın. Median nədir? Median nədir? Məsələn, cüt sayda tutalım ki, bax, bunlar haqqında ümumi məlumat verim. Ədədi orta, median, moda nədir? Bax, məsələn, 2, 3 ədədlər də 23 deyilək, məsələn. 2, 3, 5, 5, 7, 9, 9, 9. Bu ədədlər belə verilibsə, birinci başlayan modadan. Moda ən çox təkrarlanandır. Hansı çox təkrarlanırsa o da. Bu da məsələn 9-dur. Moda 2 dənə, 3 dənə də ola bilər. Tam 9 da təkrarlanar. Silərəm bunu, bura bir dənə 5 yazaram. Məsələn, bura 7 yazdım, belə yazaq. 9-dan 5-dən neçə dənədir? Hər ikisindən 3 dənədir. Deməli, bu modası nədir? 5 və 9. Bildiniz? Bu modadır. Sonra, ən böyük fərq, məsələn, 2, 5, 8, 12. Ən böyük fərq, ən böyük ədəddən ən kiçik ədədi çıxdırsan. 12-dən 2-ni çıxdırsan, 10. Bu ən böyük fərqdir. Ən böyük fərq. Ədədi orta, ədədi orta, ədədlərin cəmin sayına bölürsən. Məsələn, tutalım ki, 3, 5, 8, 10. Ədədlərin neçə dənədirsə, hamısını toplayıb sayına bölürük. Məsələn, 4-ə böldük, bu oldu ədədi orta. Həndəsi orta nədir? Həndəsi orta çox tələbənin bilmədiyi hissədir həndəsi orta. Həndəsi orta, məsələn, 2 dənə ədəd veribsə, məsələn, 2, 4. Həndəsi ortası tapmaq üçün 2-ni 4-ə vurursan, ikinci dərəcədən kök alırsan da bundan. 3 dənə ədəd olsa, məsələn, 2, 4, 8. Üçüncü dərəcədən kök alırsan, 2 vur, 4 vur, 8. 4 dənə də olsa, məsələn, tutalım 7, 6. 6 indi belə təkrarlanan olmasına 8. Onda olur belə, 4-cü dərəcədən 5 vur, 6 vur, 7 vur, 8. Bu isə həndəsi ortadır. Həndəsi orta. Statistik ortada var uşaqlar. Statistik orta. Bir de kvadratik orta var. Bunlar düzdür. Məktəb proqramında demək olar ki, düşmür. Bu ardıcılıqda qutu-qulp anlayışı zadda var. Onlar demək olar ki, məktəb proqramında düşmür səviyyəsində, yəni qarşılaşmır. Heç 11-ci sinifdə də düşəsi bir şeylər deyil. Ən çox ədədi ortadır, mediandır, modadır. Bir də həndəsi orta ilə qarşılaşacağımız bir şeylərdir və onlar haqqında da məlumat verdim. İndi gəlin deyim ədədi ortanı dedim. İndi deyim median nədir? Median nə uşaqlar? Median budur bax. Məsələn tutalım ki, cüt sayda olanda ədədlər tutalım ki 6, 8 və 10. Birinci növbədə ədədi ardıcıllıqdan yığmalısan. Məsələn bax belə ola bilər. Tutalım ki belə ola bilər. Ədədlər ardıcıllıqdan olmaz. Məsələn, qarışıq ola bilər də. Mütləq tutan, məsələn, 6, 4, 2, 8, 10. Ədədlər bu formadadırsa,
Hökmən bunları ardıcıllıq şəklinə getmək lazım. 2, 4, 6, 8, 10. Ədədi orta üçün, həndəsi orta üçün ardıcıllığa problem yoxdur. Ən böyük fərqdir, mediandır. Modada da ehtiyac yoxdur, amma medianın ən böyük fərqi hökmən ardıcılığa getmək lazımdır. Əgər ədədlər tək sayda olarsa, median mərkəzdəki ədədi götürürlər. Çünki bu tərəfdə də eyni sayı qalmalıdır, sağında da solda eyni sayı qalmalıdır. Yox. Cüt sayda olarsa, məsələn 2, 4, 6, 8. Cüt sayda olarsa, bu ortadakı ikisini götürürsən, 4'ün 6'nı gəlib bölürsən 2'yə. Eləyir 5 bu formada. İndi burada da uşaqlar sırasındakı median 13 olarsa, bax median 13'dürsə, bax bu neç 1, 2, 3, 4, 5, 6, 7, 8 cüt sayda. Deməli x plus y böl 2 13'e beraberdir. İndi x plus y neye beraberdir? 26'ya. Deyir ki x, y hasilinin en büyük qiymətini tap. X plus y 26 olması üçün, bax burada diqqətli olmaq lazımdır. 26'dırsa bu x plus y. Sən elə bir ədədlər götürməlisən ki, x plus y. Bu ardıcıllığı da dediyim kimi də ardıcıllıq şərtini ödəməlidir. Hə, durub məsələn x-ə 25, y-ə 1 verə bilməz. Çünki ardıcılığı ödəmə. Ən azından y x-dan böyük olmalıdır. Plus x 7'dən böyük olmalıdır. Bu ardıcıllıqdan getməlidir. İndi mən burada şərt verirəm. Deməli, şərt versəm, burada nə baş verər? Məsələn, tutalım ki, x-ə nə verə bilərəm? X-ə minimum 8 verə bilərəm. Y-ə də verə bilərəm. Tutalım ki, 17'dən kiçik bir ədəd. Məsələn, 16. 16 olmur. Artıq 18 versəm cəmi 26 olur. 18'i də bura qoya bilmərəm. Düzdürmü? Çünki 18 uyğun gəlməz də. Ona görə x 8 olmur. Yəni minimum y9'u ən böyük qiymətini tap demir. Deməli x-a da ən böyük verəcəm, y-ə də. Y-ə ən böyük nə verə bilərəm? Burada indi onluq kəsirlərdən söhbət getmir də. Burada ədədlər naturaldır da təbii ki. Məsələn y-ə verə bilərəm. Medianı soruşmur. Əslində ədədlər ardıcılığı təkrarlana da bilər. Orada sıxıntı yoxdur. Mən bilən deyəndə ki, yəni ədədlər ardıcılığı təkrarlana bilər. Təkrarlansa da məsələn tutalım ki 2, 4, 6, 8, tutalım ki 10. Durar burada məsələn ədədlər ardıcılığı cüt saydadır da. Tutalım ki məsələn burada yazıram 12. İndi mən bunu silib bura 10 qayıdıb bura 10 yazsam nə problem var ki? Heç bir problem yoxdur. Elə ona görə belə yazacağım. Məsələn y-ə yaza bilərəm 17. Onda x nə ola bilər? 17 olanda ardıcılıq problemi yaranmır da. 17 olanda burada 9 ola bilər. 9, 17, 26. Çünki niyə? 16 yazsam, məcbur 10 yazmalıyam. Fərqi yoxdur da. Bunları baxaq görə hansının hasili ən böyük olur. 9'u 7'ye vuranda 63. 9'u 1'e vuranda 15, 153. Bu isə hasil 160 eləyir. Bizdən hasillə böyük istəyirək. Hasillə böyüyü 160. Deməli 16 və 10 kimi də göstərmək olar. Heç 16 və 10 kimi ehtiyac varmı? Başqa nə göstərmək olar? Bir-birinə ümumiyyətcə hasil nə? Hasil nə vaxt böyük olur? Məsələn 2 ədədin cəmi tutalım ki x plus y 26'dırsa 2 ədədin hasili o vaxt böyük olur ki bir-birinə ən yaxın olsun. Məsələn bax sizə kiçik bir ədəd deyirəm. Tutalım ki x plus y 7'dir. Sən 1, 7 də yaza bilərsən. 1, 6 da yaza bilərsən.
2-5 də yaza bilərsən, 3-4 də yaza bilərsən. İndi bunların hansının hasili ən böyükdür? Bu 6-dır, bu 10-dur. Tam ətraflı başa düşəsiniz deyirəm. Bu 12. Hasil ən yaxın. İndi burada da cəmi 26-dırsa, mən x-a da 13, y-ə də 13 yazsam yenə baş verər. Heç bir problem yoxdur. X 13, y-ə də 13. Bir-birinə ən yaxın və yaxud da elə bir-birinə bərabər. Məsələn, x plus y tutalım ki, 8-dir. 1, 7. Amma hasili 7 eləyir. Tutalım ki, 2, 6. Hasili 12 eləyir. Sonda 4 vur 4, hasili 16 eləyir. Ən böyüyə də budur. Yüzdə yayınc. 2, mesela 3, 5, 3, 5. 4, 4 hasili. Ona görə burada 13, 13 yazmaq olar və hasili 169 eləyir. Ən böyük qiyməti 169. Həqiqətən düşündürücü, eyni zamanda da nisbətən çaşdırıcı sualdır. Yəni az qala 160 tapıb qoymuşduq da işarə kimi, amma cavab 169 ola bilər. Çünki ola bilər deyəndə olur. Yəni yenə də ola bilər deyim, olur. Çünki təkrar ola bilər də, təkrarda sıxıntı yoxdur. 24-də. Burada nə deyir? Verilmiş nöqtələrdən təsadüfən seçilmiş hər hansı birinin çevrəyə qədər məsafəsinin radiusdan kiçik olması hadisəsinin ehtimalını tapır. Aha. Bax, indi bir dənə qulaq as. Hər hansı nöqtə ümumiyyətcə ehtimal tapmaq üçün ehtimal əlverişli halların sayı mümkün halların sayına bölmək deməkdir. Mümkün halların sayına. Mümkün hal neçə dənə nöqtə var? 1. Neçə dənə nöqtə var? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə mümkün hal var. 7 məxrəcə yazılır. İndi bu mümkün hallardan gör şərtdə nə deyir bizə? Hər hansı birinin çevrəyə qədər məsafəsinin radiusdan kiçik olması hadisəsinin ehtimalını tapın. Radiusdan kiçik. Bax, sən fikirləş. Çevrəyə qədər, hər hansı bir çevrəyə qədər məsafəsini. Çevrəyə qədər məsafə nə deməkdir? Məsələn, A-dan çevrəyə qədər məsafə nədir? Çevrəyə toxunana çəkilmiş perpendikulyarda belə deyək. Düzdür? Çevrəyə qədər məsafə. Bu B onsa çevrənin üzərindədir. Buna heç baxmıram. F də çevrənin üzərindədir. Baxmıram. Sonra bu nöqtəni özüm yazmışam. Belə bir nöqtə yoxdur. Sonra P-dən çevrəyə qədər məsafə. Bax, çevrəyə toxunan belə. İndi bu çevrəyə toxunursa P-dən çevrəyə qədər məsafə, bax, bu perpendikulyardan söhbət gedir. Deməli, bir P-nin özü, C-nin özü, radiusdan kiçik olması hadisəsi, E-nin özü, D-nin özü, D-nin özü. A-nı götürə bilərikmi? Xeyr, A-nı götürə bilməzsən. Bəlkə A heç radiusdan böyükdür. Ona görə A-nı götürə bilməzsən. Çünki A-nın məsafəsi buradadır da. Çevrəyə qədər məsafə, bəlkə bu məsafə, belə deyək də, bu məsafə bəlkə mərkəzdən böyükdür. Düz deyil, A şəklə o formada görünmür. Amma ümumi olaraq sən şəklə görə götürməli deyilsən ki, xəttə görə götürməlisən. Amma burada fakt görürsən ki, məsələn, burada C-dir, P-dir, D-dir və E-dir. Çevrənin mərkəzindən sağ və sol tərəfləri ilə 7-sindən 4-dür. Əlverişli alınan sayı 4-dür. Diametrin uc nöqtələri olan bu çevrənin tənliyini yazın. Aha. Deməli, uşaqlar, siz əslində qalsa hal-hazırda belə deyək ki, bu mövzunu keçməmisiniz. Yəni 9-un proqramı üçün hal-hazırda bəlkə də düzdür, məktəb proqramına keçmiş, amma hazırlıq çərçivəsində hələ bu mövzuya çatmayıb. Amma ümumi olaraq deyim də sizə belə, yəni bu düşməyə də bilər buraxılışa. Belə deyək ki, diametrin uc nöqtələri, bax, bu mərkəzi nöqtə olsa, bu da diametrimiz olsa, diametrin uc nöqtələri, məsələn,
Mənfi 3, 3. Bir də 5 mənfi 3. Bax, bu bizim diametrimizin uc nöqtələrdir. Və mərkəzi, çevrənin mərkəzi nöqtəsini tapmaq üçün, bax, çevrənin mərkəzi nöqtəsini tapmaq üçün, onu tapmaq üçün, o nədir? O nədir? Hər ikisinin cəmi orta nöqtədə bölü 2. Eləyir 1, sonra mənfi 3, üstə gəl 3, bölü 2, 0. Deyə bilərsiniz ki, müəllim, 1, 0 mərkəz nöqtə. Əlbəttə ki, olur. 1, 0 indi mərkəz nöqtəsi olan sənin üçün çevrə çəkib göstərəcəm, gör nə demək istəyir. Bu çevrənin tənliyini yaz. Ümumiyyətlə, çevrənin tənliyi də olur belə. X çıxılsın A kvadrat, üstə gəl Y çıxılsın B-nin kvadratı bərabərdir R-in kvadratına. R-in kvadratına. Burada A və B, A, B mərkəzi nöqtədir. Bax, mərkəzi nöqtələr. Nöqtələr. A, B. Və radiusu nətər tapaq? Biz bəs radiusda uşaqlar bu iki nöqtə arasında, bax, bu iki nöqtəni görürsünüz. Bax, bu iki nöqtə arasında, bu iki nöqtəyə rəng göstərmişsiniz. Tütləşdirək. Bax, bu iki nöqtə arasındakı məsafədə tapıb biz radiusu tapa bilirik də, diametrin yarısı radius. Bu iki nöqtə arasında məsafə nətərdir? Ümumiyyətcə AB nöqtələr arasında məsafə, AB nöqtəsi arasındakı məsafəni tapmaq üçün, məsələn, belə deyim də sizə. Bax, tutalım ki, A nöqtəsinin koordinatları x1, y1. B nöqtəsinin koordinatları x2, y2. Dərs kimi suallar izahlayıram. Elə bir ki, dərs izahlayıram da o formadadır. AB-ni tapmaq üçün kökün altında x2-dən x1-i çıxıb kvadrata yüksəldirsən. Niyə bu formada izahlayıram uşaqlar? Ən azından siz vaxtınızı ayırıb bu izaha baxırsınızsa, yəni başa düşəsiniz də, tap 2 dəqiqə mən bunu izahını keçim, heç nə siz anlamayandan sonra onun heç bir mənası yoxdur. Yəni mən özüm üçün izah eləmirəm ki, bunu onsuz da mən bilirəm. Siz izah edirəm ki, siz də başa düşəsiniz. Bu AB məsafəsini tapmaq üçün x2-dən x1-i çıxırsan, kvadrata yüksəlsən, y2-dən y1-i çıxıb kvadrata yüksəldirsən. İndi biz də burada tutalım ki, AB məsafəsi, məsələn, bura A olsun, bura B olsa, AB məsafəsini tapmaq üçün mənfi 3-dən çıxıram 5-i kvadrata yüksəldirəm, üstünə gəlirəm, 3-dən çıxıram mənfi 3-ü, ona görə üstə gəl 3 olur, kvadrata yüksəldirəm. Bərabərdir. Deməli, kökün altında, mənfi 3-dən 5 çıxan nə eləyir? 8, 8-in kvadratı 64. 3 üstün üçgən nə eləyir? 6, 6-ın kvadratı 36. Nə oldu 64-ün 36? 100. 100-dən kök nə çıxır? 10. Biz də burada bu düstura görə x çıxılsın a kvadrat, üstəgə y çıxılsın b kvadrat düsturuna görə. İndi mən bunu sileyim, orta nöqtənin tapılmasını bildik. Yerinə qoysam, x çıx, mərkəz koordinatlar nədir? 1 kvadrat üstə gəl. Y çıx, 0-ın b-ni yerinə 0 qoyuram. A-nı yerinə 1 qoyuram. Y çıx 0. Y eləyir kvadratı. Y kvadrat bərabərdir R. R'də diametr AB 10'dursa, radius 5'dir. 5'in kvadratı 25. Bax, tənliyin kökü olur. Tənliyin kökü olur bu. Belə. Vəssalam. Belə uşaqlar. Düşünürəm ki, sizin üçün effektli bir video olacaq. Belə. Sağ olun. Uğurlar sizə.